Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Bugün hər qadını mütləq ki maraqlandıran bir dövrdən, yəni hamiləlik dövründən danışacağıq. Hamiləlik yalnız bioloji bir proses deyil, eyni zamanda qadının bədənində, psixologiyasında və ailə dinamikasında dəyişikliklərin baş verdiyi xüsusi bir mərhələdir. Və bu mərhələdə doğru və elmi məlumatlara sahib olmaq ananın və körpənin sağlamlığı üçün çox önəmlidir. Bugünkü qonağımız uzman cərrah mama ginekoloq Şəlalə Məmmədovadır. Xoş gəlmisiniz Şəlalə xanım. Teşekkür ederim. Çok sağ olun. Doktor, ilk öncə bu sualı vermək istəyirəm ki, ayın hər günündə hamilə olmaq mümkündürmü? Xeyr, ayın hər günündə hamilə qalma mümkün deyil. Ovülyasiya dediğimiz yumurta çatlama günü var ki, o zaman mümkündür. Yumurta çatladığı zaman yumurta hücre 12-24 saat sağ qalabilir. Amma bu o demək deyil ki, hamilə qalma şansı sadəcə 24 saatdır. Niyə? Çünki spermatozoidlər qadın cinsiyyət yollarında 3-5 gün sağ qala bilir. Ona görə də ovülyasiyaya qədər ki, bir neçə gün ərzində və ya ovülyasiya günü cinsel birlikdə olduqları zaman hamilə qalma şansı çox yüksək olur. Amma bu sual da maraqlıdır ki, niyə məsələ hər ay hamilə qalmır? Hər şey yolunda olan bir qadın hər ay hamilə qala bilmir. Çünki qametlərin görüşməsi təsadüfüdür. Hətta sağlam qadınlarda belə hər ay hamilə qalma şansı 15-25% olur. Yəni bu ay hamilə qalmırsa bu o demək deyil ki, onun bir problemi var. Problemi olan qadınlar ayrı. Mən normal sağlıqlı qadınlardan bəhs edirəm. Yəni hamilə qalmaq üçün birinci növbədə ovülyasiya baş verməlidir. Yumurta çatlamalıdır. Sonra spermatozoid yumurta ilə görüşməlidir borularında. Sonra uşaqlığın içinə gəlib endometriuma yapışa bilməlidir. Yəni bütün bu yollarda kiçik bir problem olsa belə həmin ay hamiləlik baş tutmaya bilər, sonraki ay baş tuta bilər. Yəni sonuç olaraq onu deyim ki, yəni ayın hər günündə deyil, ovülyasiya günündə və ovülyasiyadan bir neçə gün öncə hamilə qalma şansı olur. Doktor, adət döngüsünün məqsədi nədir? Niyə hər ay baş verir? Çox gözəl sualdır. Menstruasiya əslində belə deyim də baş tutmayan hamiləlikdir. Yəni çünki orqanizm hər ay vücudu hamiləliyə hazırlaşdırır. Yəni hər ay hamilə olacaqmış kimi ayarlayır hormonları və bütün gedişatı. Yəni ovülyasiya başlayır, yumurta çatlayır, spermlə görüşür, mayalanma baş tutur və gəlib qalınlaşmış endometriumun içinə həmin o mayalanmış embriyo gömülür. Hər şey yolunda gedərsə bu baş tutur. Amma baş tutmadığı zaman, çünki bu yollarda kiçik bir problem olsa belə, baş tutmadığı zaman da özünü menstruasiya olaraq göstərir. Yəni endometrium öz iç divarını çölə tökür. Burada məqsəd yeni endometrium yaratmaq və bir sonraki aydakı baş tutacaq hamiləlik üçün yeni zəmin yaratmaqdır. Bəs hamiləlik dönəmindən əvvəl və hamiləlik dönəmindən sonra hansı dərmanlar istifadə olunmalıdır? Hamilə qalmadan öncə ümumiyyətlə hər bir qadın doğum doktoruna gəlməlidir və heç bir problem olmadığına əmin olub o şəkildə hamiləlik planlamalıdır. Ona görə ki, hamiləlikdən öncə hər hansı bir xronik xəstəliyi varsa, onun dərman dozaları ayarlanmalıdır və yaxud da profilaktik olaraq foltursu başlanmalıdır. Əksik bir, məsələn, D vitamini əksikdirsə başlanmalıdır. Hamiləlik baş tutduqdan sonra isə mütləq şəkildə istifadə olunan dərmanlar var. Onlardan biri yenə foltursudur ki, ən az ilk 3 ayda istifadə olunmalı. Çünki bu körpənin nöral tüp defektinin yaranmaması üçün, yəni onurğasında profilaktik sayılır və eyni zamanda bəlli bir həftədən sonra dəmir preparatı, dəmir əksikliyi olmasa belə profilaktik içməlidir hamilələr və dediyim kimi D vitamini və digər omega 3 və sairə tarzında takviyələr də məsləhət görülür, amma ən vacibləri saydıqlarımdır. Bəs hamiləlik dönəmi baş tutduqdan sonra xərçəng olma riski varmı anada? Ola bilər, yəni bütün dönəmlər kimi hamiləlik dönəmində də xərçəng riski var. Xərçəng olmadan qorumur yəni hamiləlik dönəmi. Hətta statistikaya görə 1000-2000 qadından biri məhz hamiləlik dönəmində xərçəngə yaxalanma olmuşdu. Belə bir yazı oxumuşam. Və ən çox da süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi, qalxanvari vəzi xərçəngi və limfomalar hamiləlikdə daha çox rastlanır.
Amma vaxtında aşkar olunduğu zaman hamilə olsa belə, yəni yardım etmək, müdaxilə etmək, həm ananın sağlığını, həm körpənin sağlığını qoruyaraq müdaxilə etmək mümkündür. Ona görə də mən hər zaman deyirəm ki, hamilə qalmadan öncə hər bir orqanlarınızı müayinə etdirin. Məsələn, qalxanvari vəzində bir problem var idimi? Uşaqlıq boynunda bir problem var idimi? Süd vəzində var idimi ki, hamiləlik zamanına denk gəlməsin bunlar. Siz bildirdiniz ki, hamiləlik dönəmindən öncə mütləq ki, bütün müayinələr olunmalıdır. Amma planlanmamış hamiləlikdə və ya daha öncə diqqət olunmamış bir diş problemində hamiləlik dönəmində diş ağrıyır. Stomatoloqa müraciət etmək olarmı? Əlbəttə, yaxşı olar ki, ilk 3 ayda olmasın. Yəni arzu eləyərdik ki, ilk 3 ayda baş verməsin. İlk 3 ayda çalışırıq ki, maksimum az dərman istifadə olunsun. Amma məcbur durumlarda etmək olar və hamiləliyə və körpəyə çox az təsir eləyən dərmanlardan istifadə edərək mümkündür. Yəni hamiləlik dönəmində, özəlliklə də ikinci trimestrdə diş müalicəsi etmək olar yəni. Mümkün. Bəs ən çox gəzən miflərdən sual vermək istəyirəm ki, saç kəsdirmək, saç boyatmaq uşağın sağlamlığına zərərdirmi hamiləlik dönəmində? Yəni, saç kəsdirmək mümkün olar, yəni burada heç bir məntiq yoxdur saç kəsdiyində ziyan olar deyə. Saç boyamağı isə, yəni ilk 3 ayda mən məsləhət görməzdim, amma onun da zərəri olduğu yazılmayıb, amma ilk 3 ayda deyil, digər aylarda saç boyana bilər. Orada əsas məntiq o boyanın qoxusunun orqanizmə mənfi təsiridir ki, o da qısa bir dönəmdə olacaq və daha otağın havasını daha da açıq etmək olar. Bunu nəzərə almaq ki, hamiləyin saçına boyan qoyulur. Yəni nəticə etibarilə zərərli deyil, qoyula bilər. Gec ailə qurmağın, gec yaşda ana olmağın bir fəsadları varmı? Nənələrə qulaq asıb zamanında ailə qursunlar, yoxsa yox? Bəli. Ümumiyyətlə nənələrin çox sözündə həqiqət var. Ona görə də yəni tibb də bunu təsdiqləyir ki, doğrudan da qadının doğurganlıq yaşı deyə bir şey var. Yəni 20-35 yaş arasında yaxşı olar ki, ailə qurulsun. Çünki yaş keçdikcə yumurtalıqların çalışma gücü azalır, yumurta rezervi düşür, daha keyfiyyətli yumurtalar azalmış olur və dolayısıyla da xromozomal xəstəliklər, genetik problemlər artır. Ondan başqa yaş artdıqca xronik xəstəlik riski, hipertansiyon kimi, hamiləlik zəhərlənməsi kimi preeklamsi durumları, diabet kimi problemlər artmış olur bu hamilələrdə və eyni zamanda da daha normal yaşda ailə qurduğumuz zaman uşaqlıq, yumurtalıqlar, genital orqanlar daha hazır vəziyyətdə olur və bunların doğumları da normal keçir. Amma yaş irəlilədikcə həm hamilə qalma şansı azalır, həm sağlam hamilə qalma şansı azalır və normal doğum etmə şansı da düşür. Ona görə də hər bir qadına zamanında ailə qurmağı və sağlıqlı hamiləlik arzulayıram. O mövzuda nənələrə qulaq asaq yəni. Kesinliklə. Normal doğum var, bir də keysəriyyə. Yəni keysəriyyə anormal doğum sayılır. Xeyr. Qətiyyən doğru deyil. Birincisi, yaxşı olar ki, biz onu normal doğum deyil də normal vaginal doğum desəydik. Amma indi dillərdə belə qalıb. Hər normal doğum da normal hesab olunmur. Nə də hər keysəriyyə anormal hesab olunmur. Ümumiyyətlə, keysəriyyə doğum anormal doğum deyil. O sadəcə olaraq cərrahi bir doğum üsuludur ki, bəzi durumlarda, yəni birbaşa xilasedici hesab olunur yəni. Yəni elə riskli durumlar var ki, normal doğum mümkün deyil. Keysəriyyə ilə ananın da, körpənin də həyatı qurtarmış olur. Bu durumlarda dediyim kimi keysəriyyə çox üstün hesab olunur və normal doğum odur ki, qadın qucağında körpəsi evinə sağlam bir şəkildə taburcu olur. Yəni normal olan budur. Sadəcə olaraq insanlar keysəriyyəyə niyə biraz qıcıqdır? Çünki hər şey yolunda olan, yəni pelvisi, çanaq quruluşu, sağlıq durumu, hər şey yolunda olan qızlarımız belə keysəriyyə istəyirlər. Bunun mən də əleyhinəyəm. Yəni bu durumda normal doğum edilməsi məsləhət görülür. Yəni durduq yerə niyə insan keysəriyyə etdirsin ki? Yəni ehtiyac olan göstəriş durumunda keysəriyyə edilərsə, keysəriyyə normal doğumdur. Bəs doğumun daha rahat keçməsi üçün qızlarımıza nə tövsiyə verərdiniz?
Qızlarımıza doğumun daha rahat keçməsi üçün tövsiyə birinci növbədə edirəm ki, zamanında ailə qursunlar. Çünki genital orqanlar bəlli bir yaşda daha gözəl çalışır və daha sağlam hamiləlik və daha sağlam körpə dünyaya gətirmək olur. Yəni çox gecə qalmasınlar. Yəni ertələyib iş, karyer, tamam bunlar da lazımdır, amma bunun bir ayarı vardır. Onu ayarlamaq lazımdır. Və eyni zamanda düzənli kiloda qalmaq, sağlıqlı qidalanmaq, yəni düzənli bir idmana getmək və bunun anormal doğum hekayələrini dinləməmək. Yəni sadəcə həkimini dinləmək, güvənli bir həkimi olmağı və həkimini dinləmək və hər şey yolundaysa normal doğuma üstünlük vermək, keysəriyyəyə deyil. Amma göstəriş varsa təbii ki, keysəriyyə ilə əməliyyat olunsunlar. Amma dediyim kimi, yəni bu şeylərə diqqət edərlərsə, hər şey yolunda gedər. Hamiləlik dövründə diqqət, sevgi və ağlama uşağa təsir edirmi? Belə deyim də, yəni stres, dolayısıyla stres anaya təsir edərmi? Yəni hamilə olmayan qadınlara təsir etdiyi kimi hamiləyə də əlbəttə ki, təsir edir və dolayısıyla o körpəyə də özəlliklə də bu stres davamlı davam edərsə təsir edir. Yəni kortizol yüksəlir və digər hormonlara da təsir edir və ana depressiyaya girir və körpəyə də dolayısıyla təsir etmiş ola bilir. Yəni hamilə dönəmində lazımdır ki, özəlliklə də həyat yoldaşı daha çox diqqət göstərsin, daha çox sevgi versin. Hər zaman etməlidir, amma bu səfər daha diqqətli olmalı. Çünki hormonal problemlərə bağlı olaraq hamilələr daha həssas olur, daha qorunma ehtiyacı hiss edirlər. Ona görə də bunu nəzərə alıb onlara daha çox diqqət ayırma gərəyi vardır məncə. Çünki bu dolayısıyla ən azından körpələrini düşünsünlər. Yəni sağlam körpə olması üçün bu qadınlara doğrudan da sevgini əksik etməmək lazımdır bu dönəmlərdə. Çünki onların özündən asılı deyil bunlar. Ona görə də biraz artıq sevgi vermək gərək. Bəs bizdə əsasən aşırma deyəndə başa düşürlər, amma Azərbaycan dilində bu aşırmadır. Hamilələrin aşırması normaldırmı? Yəni nəyisə daha çox istəmək, nəyisə daha çox yemək. Yəni ürəyi istəyir. Bu dönəmlərdə daha çox istəyir. Bəli, normalda bu mekanizma yenə də hormonal dəngəyə bağlıdır ki, hamiləlikdə progesteron, estrogen çox yüksək olur. Yəni öncə olduğundan çox-çox yüksək olur və bu da yəni təsir eləyir, bütün beyində olan hormonlara da təsir eləyir. Serotonin, dopamin işləmə şəkli biraz fərqli olur bu dönəmlərdə. Və əvvəl sevmədikləri şeyləri belə hətta sevə bilərlər. Bunlar normaldır, fiziolojikdir. Amma bəzi şeylər var ki, məsələn, torpaq yemək, gil yemək, sabun yemək, buz yemək kimi istəkləri var. Bunlar normal deyil. Demək ki, orqanizmdə hər hansı bir çatışmamazlıq var ki, yəni bu belə olur. Ona görə müayinə etmək lazım. Bunlar patoloji sayılır. Məsələn, torpaq yemək dəmir əksikliyində daha çox olur. Yəni gil yemək kalsium əksikliyində çox olur. Yəni ona görə bunları müayinə etmək lazımdır, amma digərləri normaldır. Hormonal dəyişikliklərə bağlıdır, yəni. Körpələr ana bətnində kilo alsın deyə hamilələr hansı qidalara üstünlük verməlidirlər? Yəni bu cümlə xoşuma gəlmədi ilk öncə. Körpələr ana bətnində kilo almasın zaten. Yəni həftəsinə uyumlu olması daha məqsədə uyğundur. Yəni hansı ki hamilələr kontrollərə gəlirlər hər ay. O zaman həkim ona deyirsə ki, həftəsinə uyğundur körpənin kilosu, bu normaldır. Yoxsa kilo alması qətiyyən məsləhət görülmür. Çünki bu normal doğumların sayını azaldır, keysəriyyə sayını artdırır. Çünki iri bəbək sağlıqlı hesab olunmur və diabet, gestasional diabet riskini, metabolik xəstəliklər yaranma riskini artırır. Ona görə də 2 canlıyam deyib 2 qat yemək yemə də bir mifdir, bilirik ki, heç gərək yoxdur buna. Sağlıqlı qidalanmalıdır, az-az, tez-tez yeməlidir və həkiminin verdiyi məsləhətlərə riayət etməlidir. Həddindən çox kilo almaq doğru deyil, nə ana üçün, nə də körpə üçün. Hamiləlik dönəmi bitdikdən sonra, körpə dünyaya gəldikdən sonra analara südün yetərli deyil, uşaq doymadı kimi ifadələr işlətmək ananın südünün kəsilməsinə təsir edə bilərmi?
Bəli, edə bilər. Bu da dolayısı yolla ananı stressə soxmaq, həyəcanlandırmaq, öz güvənini əlindən almaq kimi cümlələrdir. Ümumiyyətlə neqativ cümlələr işlənməsə daha yaxşı olar. Tam tərsi anaya öz güvən verən cümlələr söylənilməsi lazımdır. Onu əlavə stressə soxur çünki. Süd gəlməsi üçün ümumiyyətlə ən gözəl yol körpəyə süd verməkdir. Yəni düzənli olaraq, davamlı olaraq süd vermək. Bunu əvvəllər saat ayarlayırdılar. 3 saatda bir, 5 saatda bir. O da deyil. Nə zaman körpə yuxudan oyandısa, süd istəyirsə, yəni ağlamağından, yəni süd verə bilərsiniz. Bir dəfə bir süd vəzinə, bir dəfə bir süd vəzinə. Yəni süd vermək davamlı olaraq südü gətirir və bol-bol su içmək, buna xüsusi dərmanlar istifadə etmək və yaxud da anaya baskı eləmək ki, çox yemək ye, daha yağlı ye ki, südün gəlsin. Çayını bol iç. Yoxdur. Çaydan bol iç. Yəni bol-bol su içmək, yaxşı yuxu yatmaq, stressə girməmək və davamlı olaraq süd əmzirmə. Yəni südü yaradan əmzirmədir. Əmzirdiyi zaman sonra süd yaranır bir tərəfdən və ön tərəfə gəlir və körpəyə südü verə bilirsən yəni. Yadınızda qalan ən təəccüblü vakanız hansı olub? Yadımda qalan, ən yadda qalan vaka 40 həftəlik hamiləlik qədər bir xəstə əməliyyat etdik. Yəni ginekoloji poliklinikaya gələndə biz onu hamilə zann etdik. Yəni ultrasonla baxanda bir də obstetrik ultrasonla baxmaq istəyirdik. Bunun kista olduğunu, böyük bir kista olduğunu gördük. Sonra əməliyyat zamanı elə səhər birinci mən yaxınlaşdım ona ki, siz böyüyənə qədər niyə hiss etmədiniz bu qədər yəni kistanın olduğunu? Dedi ki, mən kilo aldığımı zann etdim. Yəni heç bir ağrı verməmişdi, böyük bir kist əmələ gəlib. Ona görə də mən bütün qadınlara demək istəyirəm ki, ertələməyin yəni. Kilo aldın, almadın. Ən az ildə bir dəfə həkim kontroluna getmək lazım. Çünki çox xəstəliklər ağrısız və klinikasız gedir. Klinika vermir. Ona görə də, amma bu qadın da biraz oxuma yazması da yox idi. Yəni bu daha abartılı bir durumdur. Yəni 35 santimlik kist. Bir də malin çıxdı, yəni bəd xəstəlik. Ona görə bu mənim üçün təəccüblü idi ki, insan necə ola bilər ki, bu qədər gəlsin, qarnı böyüsün, yenə də həkimə getməsin. Fikirləşib ki, kilo almışam hər halda. Yəni bu mənim yadımdan çıxmır. Bəs qadınlara son olaraq nə tövsiyə verərdiniz? Qadınlarımıza onu demək istəyirəm ki, bax, uşaqlıq boynu xərçəngi həddindən çox artıb. 21 yaşından sonra cinsel aktiv olan bütün qadınlar pap smear testini verməlidirlər. 30 yaşından sonra da HPV testini. Çünki HPV uşaqlıq boynu xərçəngi yaradan bir virusdur. Və 9 yaşından sonra bütün qız və oğlan uşaqlarına uşaqlıq boynu xərçənginə, oğlanlarda da penis xərçəngindən qoruyan Gardasil 9 peyvəndi mütləq vurdurulmalıdır. Yaş sınırı yoxdur, amma 45 yaşına qədər qadınların hər birinə vurulmalıdır. Bunu tövsiyə edirəm və 35 yaşın altındakı qadınlar isə ildə bir dəfə qadın doğum doktoruna gəlib kontrol müayinə olunmalı. Çünki hal-hazırda xəstəliklər çox atipik gedir, çox səssiz gedir. İnfeksiyalar da yenə çox dirənclidir. Ona görə zamanında həkimə gəlməkdə fayda vardır. Bəs 45 yaşına qədər Gardasil iynəsini vurdurmaqdan danışdınız, amma 45-dən sonra vurdurmaq önəmli deyilmi? Gərək yoxdur 45-dən sonra. Yəni protokol olaraq gərək yoxdur deyilir. Amma vurdursa da olaraq vurdursa zərəri yoxdur. Yəni yaş sınırı yoxdur çünki. Orada məntiq budur. Yəni cinsel aktiv olmadan vurularsa və nə qədər erkən vurularsa o qədər çox effektlidir. Anladım. Çox sağ olun Şəlalə xanım, gəldiyiniz üçün, Günkastda belə gözəl məlumatlar bölüşdüyünüz üçün. Mən təşəkkür edirəm. Siz də çox sağ olun ki, bizi qadınlarımızı maarifləndirmək üçün belə bir şans verdiniz. Təşəkkürlər. Sağ olun, salamat qalın.